səmimi. Paxlava imkanlar bişirirdi. Biz kasıbıydıq deyə. İmkanı şəkərbura da anam necə alırdı o fındığı bir ay qabaq. Ucuz olsun. Hərdən 200, axırda 1 kilo Novruz yarım. ərəfəsi çox baha olurdu, xatırlayıram. Yəni biz o vaxtda kasıb insanlar var idi. Ya indi kimi dörü şəkərbura hər yerdə var, alıb yeyə bilirsən. Anam kişmiş alardı. Hamısını etap alardı. Birdən almağa imkan yox idi. Turşu deyirlər o albuxara. Albuxara. Qeysisi. Sonra rəhmətlik hinduşka saxlayardı məhz Novruzda kəsmək üçün. Onu bəsləyirdi ki, Novruzda kəsək onu. Və plovu hazırla mütləq birinci ağsaqqalların evinə getməli. Qonşuda ağsaqqala bir şey varsa mütləq onu gedib payını verərdi. Bizə də gətirərdilər. Xonçalar bizdən onlara elə bir ki, xala-xala oynayırdılar da. Və başlayardılar kimin qoğalı şəkərbası daha yaxşıdır. Eynən. Hər biri gözünün qabağındadır. Yəni şey gedir də burada, kimdə yaxşıdır, kimdə naxışlar daha gözəldir, kimdə o maqqaşı gözəl vurublar. Adnan olardı. Amma indi o hava yoxdur. Elə bir ki yola verdiyev. Yola verib getsin də, yəni hə. Ad olsun ki elədim. Hər evdən anam deyərdi ki, evdən qoxu gəlməlidir. Şəkərburanın, şorqoğalın qoxusu gəlməlidir. Qoğalın, oy. O hiss olunmalıdır. Rəhmətliklərdə unutmurduq biz. Hər ikinci günlər, çərşənbələr qəbristanlığa gedərdik. İnsan doğmalarını gedib yad eləyirdi. Kimi xonçada aparır, amma düzgün deyil. Çünki xonçanı gəlib it qurt yeyirdi orada. Biraz da yəni bildiniz. Mütləq məşəl. Yox, məşəl. Taxtaları bağlayırdılar köhnə əskilərdən filan, yandırırlar ki, olan da ruhu şad olsun. Hə. Sonra kimsə Yasin oxuturdu da, yəni unutmurdular, rəhmətlikləri unutmurdular. Belə gözəl xatirələr var idi. Papaq atlı var idi. Anam bizi qoymurdu çox papaq atmağa. Deyirdi ki, atovuz yoxdur, elə bilərlər bizim evdə heç nə yoxdur deyə ürəyinə getirirdi. Yəni, amma mən qonşunun dostum var idi. Həm də sinif yoldaş Tofiq adında. Qoşdum ona, çıxırdım aradan, gedirdim. Hə, gecə ilə. Gecə kənddə daxı işıq olmur, bilirsiniz. Qaranlıqdır, zülmət Bakı kimi döyür ki, yıxılırdım, ayağıma nəsə dəmir dəyirdi. Sonra gəlib mənə deyir ki, öl yerə girəsən, sənə lazım dedi, gedəsən. Yəni, danışmağı bugün, amma bilmirəm, 20 ildən sonra bu uşaqlar bugünkü gəncə nədən danışacaqlar, onu bilmirəm. Çox yaxşı. Nadir kimi diqqətli olacaqlar. Yəni, Yox, düz deyir, əslində Nadir bəy düz deyir. Hər şey fikir verib, Allah rəhmət eləsin. Çünki onları mən də yaşamışam. Bəli, anasının məsəl üçün onları papaq atmağa qoymamağı, sonra evdə filan şəkərbura pişirib, paxlava pişirməyib. Yəni, hər uşaq da bu qədər diqqətli olmurdu. Hamısı yadımdadır, uşaqlıq, yəni xatirələrim yadımdadır. Ona görə deyirəm ki, elə bugün təkcə bu Novruzdan söhbət gedmir.